Slovakiyanın baş naziri Robert Fico ötən gün Rusiya səfərindən qayıdarkən ölkəmiz, xüsusilə Azərbaycan prezidenti İlham Əliyev haqqında danışıb. O, Azərbaycanın dövlət başçısını Avropa Parlamenti haqqında həqiqəti söylədiyinə görə digər dövlət rəhbərlərinə nümunə göstərib. Azərbaycan prezidenti İlham Əliyev də öz növbəsində Slovakiyalı baş nazirə xoş sözlərə görə minnətdarlığını bildirib. Slovakiyanın baş naziri Robert Fico video çıxışını Moskva səfərindən qayıdarkən xüsusi hökumət təyyarəsindən eləyib. Cari ayda Moskva, İrəvan və Bavariya səfərlərinin yekunları barədə məlumat verən Slovakiyalı baş nazir Azərbaycan prezidentini digər dövlət və hökumət başçılarına örnək göstərib. Prezident İlham Əliyevin Avropa Parlamenti barədə fikirlərinə toxunan Robert Fico deyib. İrəvanda bu dəfə Azərbaycan prezidentindən ölkə əleyhinə qəbul edilən müxtəlif bəyannamə və qətnamələrə görə Avropa Parlamentini sərt tənqid edən suveren xarici siyasət nümunəsinin şahidi oldum. Prezident Əliyev Avropa Parlamentinin yalan məlumatlar yaymaqda olduğunu, başqalarının işinə qarışmaqdansa ilk növbədə Avropanın problemləri ilə məşğul olmağı tövsiyə edərkən həqiqəti söylədi. Bizim isə belə problemlərimiz kifayət qədər çoxdur. Fico qeyd edib ki, o da Slovakiyadan Avropa Parlamentinə eyni mesajı göndərir. Çünki Avropa Komissiyası dırnaqarası şedevr qərarlar qəbul etməklə Slovakiya üçün Avropa fondlarının fəaliyyətinin qadağan olunmasını tövsiyə edib. Azərbaycan prezidenti İlham Əliyev isə öz növbəsində Avropa Parlamenti ilə bağlı mövqeyini yüksək qiymətləndirən Slovakiya baş naziri Robert Ficoya təşəkkür edib. O, bu haqda sosial şəbəkə hesablarında paylaşım edib. Hörmətli Robert, Azərbaycan haqqında dəqiq və dəyərli sözlərinizə görə təşəkkür edirəm. Mən tərəfdaşlığımızı çox yüksək qiymətləndirirəm. Slovakiyaya səfərim zamanı göstərdiyiniz qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm və sizi tezliklə Bakıda görməyi səbirsizliklə gözləyirəm deyə prezident paylaşım edib. Bəxtiyar Fətullayev, ATV Xəbər.